Sakinlər evdə ola-ola binalarında söküntü işləri həyata keçirilib. Belə iddia ilə Sumqayıt sakinləri çıxış edib. Mövcud vəziyyət şəhərin 4-cü məhəlləsində yaşanır. Belə ki, bu ərazidə yaşayan sakinlər bildirirlər ki, mənzildə sakinlər ola-ola tikinti şirkəti onların evini uçurub. Hətta vəziyyət o yerə çatıb ki, onlar bu mənzildə qalmaqdan belə imtina edirlər. Sumqayıt şəhərinin 4-cü məhəlləsində Mahal MMC şirkəti tərəfindən aparılan söküntü işləri ciddi narazılıq doğurub. Sakinlər iddia edirlər ki, evdə olduqları halda onların mənzilləri qanunsuz şəkildə sökülüb və tikinti şirkəti hələ də onlara lazımi kompensasiyanı ödəməkdən imtina edir. Hazırda tərəflər arasında gərginlik yaranıb, mübahisənin kökündə isə kompensasiya məbləğinin azlığı dayanır. Sakinlərin sözlərinə görə təklif olunan məbləğ onların yeni mənzil əldə etməsi üçün yetərli deyil. Fevral ayının 19-unda evdə yaşayış ola-ola ev uçurulub. Və biz onu həmin andan sonra da biz görüşmüşük, söhbət eləmişik. Bizə bir ay vaxt dedilər ki, verin, bütün hər şeyi tələfi eləyəcək, kompensasiya ödənəcək və sizi yəni buradan kompensasiyadan yola salacaq. Amma nə qədər kompensasiya təqdim edir? Kompensasiya o vaxt söhbət olmadı, amma il yarım bundan əvvəl mənim 100 kvadratlıq evimə 250 min söz vermişdilər. Siz nə qədər istəyirsiniz? Elə həmin məbləği istəmişəm, mən artıq işini istəmirəm. Tikinti aparırlar, səs-küy salırlar, baxmırlar ki, burada xəstə var, qoca var, ailə var, uşaq var, heç nəyə baxmırlar. Ailəm böyükdür. Mənim evimin kvadratı 45 kvadratdır. Buna nə qədər pul istəmişsiniz? Buradan bir 200 min istəmişəm. Mahal MMC tikinti şirkətinin sədr mavini Ruslan Məmmədov Xəzər xəbərə bildirib ki, hazırda söküntü aparılan binada cəmi 3 ya 4 ailə qalıb. Təklif olunan pul bazar qiymətlərinə uyğundur, lakin sakinlər bu məbləğlə razılaşmırlar. Bunların işləri məhkəmələrdir, Sumqayıt şəhər apellyasiya məhkəməsindədir. Bu bir şərdir, böhtandır. Yəni biz vətəndaşın evini razılıq olmadan sökə bilmərik. Onların sadəcə biz demək qərarı gözləyirik, məhkəmənin qərarını gözləyirik. Yəni qiymət baxımından çox fantastik bir qiymət istəyirlər. Hər bir kvadrat metrinə 5 min, 6 min məbləğ tələb edirlər bizdə. Bu da hardasa 300-400 min civarında bir olan məbləğlərdir. Sumqayıt şəhərində də belə bir mənzillərin qiymətləri yoxdur. Hazırda tərəflər arasında məhkəmə prosesi gedir. Bu isə sakinlər üçün ədalətli həll yolunun tapılıb-tapılmayacağını müəyyən edəcək. Nizami Rəsulov, Yusif Kərimli, Xəzər xəbər.